Qaydaq öz məsələmizə. Əvəz bəy, səni kim və niyə tuturdu? Valla mən deyim ki, desəm ki, mən hələ bilmirəm məni kim, niyə tutturdu. Desəm, yəni çox rahatlıqla ən azı 4 məmurun adını saya bilərəm. Çox rahatlıqla. Düşünmüşəm, mən məsələ fikirləşmişəm, analiz eləmişəm. Həbsdə belə şeylərə bilirsiniz, vaxt çox olur da. 24 saat getmir da. Onu fikirləşirsən, hər cür detallı fikirləşirsən. Eşdən, bayırdan qəzetlər gəlir, məlumatlar gəlir yeni-yeni. Məsələn, mən heç hansı, məsələn, bir media şəbəkəsi var. Mən heç o media şəbəkəsinin kimin olduğunu bilməmişəm. Onlara da böyük simpatiyam olub, içində çoxlu dostlarım olub. Mən o hadisə başlayanda, o bom başlayanda, bir də baxdım ki, o media şəbəkəsi məni çox şiddətli şəkildə vurur, məsələ. Yəni, mənim həbsimdə o media şəbəkəsinin də rolu oldu. Çox hörmətli Eynullah Fəthullayev 9 sentyabrda bir status yazmışdı. O statusu deyəsən o sonra sildi, amma məndə onun screenshotu var. O yazmışdı ki, biz xuralçılıqdan və əvətçilikdən Azərbaycan mediasını təmizləyirik. Reketçilikdən, korrupsiyadan filan təmizləyirik. Və bunu təmizləməkdə, Əvəz Zeynallını təmizləməkdə yəqin ki, onlar artıq bilirdi ki, mən həbs olunacağım. Mən sonra gördüm ki, Eynullah ayın 8-də gedib baş prokurorluqda ifadə verib. Cinayət işində onun ifadəsi var. Və biz bu Əvəz Zeynallını təmizləyirik. Və bunda bu işdə mənə dostum, qardaşım Mirşahin və Elbrus Ərud kömək elədi. Bir də Global Media Holding. Report, Oxu Az. Yəni bu... Onlar kimindir? Global Media Holding, siz bilmirsiniz? Yox. Mən həbsdə olandan sonra bilmişəm. Global Media Holding hakimiyyətin ən güclü media qrupudur. Türkiyədəki Haber Global onun içindədir. Ondan sonra Azərbaycanda Oxu Azdır, Reportdur. Və çox qəribədir ki, mənim o saytlara, orada olan jurnalistlərin hamısına o qədər böyük hörmətim olub ki, Baku TV-dir filan bunların hamısı. Yəni, bu mənim sözüm deyil. Bu Eynullah Fətullayevin yazdığı bir yazı idi. O yazıdan yola çıxaraq, həm də jurnalistlər bu işin içində idi. İri Çinli dövlət məmurları var idi. Allah qapısını açsın. Onların bəzilərini prezident işdən azad eləyir, bəziləri Allahın işinə bax ki, bugün azad olunub, indi biz sizinlə söhbət eləyirik. Bəlkə bu bir mistikadır, onu bilmirəm. Bəziləri, məsələ, Şəmsi Səmədoğlu deyilən bir adam var. Mən onun həbsdən azad olunması üçün çox böyük işlər gördüm. Halal xoş olsun. Məsələ, o azadlığa çıxandan sonra çox ciddi bir dövlət məmuru onun həbsdə qalmasında maraqlı olan. Mən Xuralda o haqda çox danışmışam. Dövlət məmuru dedi ki, mənə xəbər göndərmişdi ki, çox özünü öldürürdü Şəmsi üçün. İndi hazırlaşsın onun yerinə. O da sağ olsun, elə dediklərini dedilər. Nə bilim, Tərtər hadisələri vardı, onun birini deyə bilərəm, Xanlar Vəliyev. Xanlar Vəliyev mənə general göndərdi, adam göndərdi. Əvəz Zeynallı ilə görüşmək istəyirəm. Bilirsiniz, görüşdük. Prokurorluğa getdim, hərbi prokurorluğa, heyətlə görüşdük. Bütün o Tərtər hadisələrində iştirak edən heyəti oraya yığmışdılar. Mənim də Şəfayət Qurbanovdumu, İmranovdumu? İmranov, Şəfayət İmranov. Mən də Şəfayət İmranova ilk bircə sual verdim. Dedim, söhbət eləməmişdən əvvəl mən sizə bir dənə sual verdim. Siz o suala cavab verin, söhbət edin. Hamısı yığılıb bu konferans zalında belə bir 20 adam. Mənə deyirlər, o indi siz adını çəkirsiniz, onların bəziləri bizə danışdı. Müstəntiqlər, nə bilim, orada əsas rol oynayan adamlar. Dedi, buyur. Dedim, bu cinayətin səbəbi kimdir və haradır? Dedi, Rusiya və Nəcməddin Sadıqov. Dedim, tamam. Şəfayət Qurbanovdur. Şəfayət İmranov dedi, bunun səbəbkarı Rusiya və Nəcməddindir. Dedi, səbəbkarı Rusiyadır. Əsas da burada da icraçı Sadıqovdur. Və mənə dedi ki, Əvəz Zeynal, mən Nəcməddin Sadıqovun qollarına qandal vurmağa hazıram, qandalım dəlimdədir. Bugün əmr olsun, bugün həbs edəcəm.
Və bizim orada çox dərin söhbətimiz oldu. Dedilər ki, biz informasiyaları sənə verək. Nəysə, axırda dedilər ki, ən axırda. Xanlar, belə şeylərdə danışıram. Özdə demişəm ki, danışmayayım sizinlə, amma nəsə də. Axırda dedilər ki, uzun sözün Mustafası, dedilər ki, Xanlar Vəliyev xahiş eləyir ki, təcili onu prezident aparatına çağırdılar. Burada iştirak eləyə bilmədi. Səninlə ayrıca görüşəcək. Xanlar Vəliyev xahiş eləyir ki, mənə 3 il vaxt versin. 3 ildən sonra mən gedirəm. 3 ilin tamamında getdi. Məlahət xanım gəlmişdi. Dedi bunu xanları göndərdilər. Oradan da Konstitusiya Məhkəməsinə ümidsiz idi. Mən də güldüm. Dedim, narahat olma. Ona bir orden verib onu göndərəcəklər. 3 il tamamdır. 3 ilin tamamında göndərdilər. Çünki mən o vaxtı müəyyən idi. Mən ondan bir ay sonra həbs olundum. Bir ay yəni. Və dedim, məndən nə istəyirsiniz? Dedilər ki, çalış biraz loyal ol. İmkan varsa Xanlar Vəliyevi müdafiə edin. Azərbaycanlıyıq. Biz Qərbi Azərbaycanlanıq. Mən orada bir obadanam, Göyçədənəm, bir kənddənəm, Abulaqdanam. Nə bilim, filan kəsin qohumu, filan kəsin qohumu, biz sizin qohumu gətirdilər bizi Xanlar Vəliyevlə də qohum elədilər. Dedilər, hələ qohumsuz, filansız, belə elə. Allah Elmarın üzünü qara eləsin. Elmar sizin aranıza girdi. Elmar Vəliyev. Mən də dedim, qardaş, sənin başına dön. Mən bunu eləyim. Loyal qalım. Belə biraz da, nə bilim, mətbuatda mən görürəm da. Məndən sonra, mən həbs olunandan sonra, mənim dost dediyim, qardaş dediyim, yoldaş dediyim, qardaş, bacı dediyim, xala dediyim, nənə dediyim, bəzi adamlar oldu ki, Qurban bəy, mən onların hamısını Xanlar Vəliyevin iftar süfrəsində gördüm. Mən türməyə getdim. Mənim dostlarım, mənim qardaşlarım, mənim ən yaxın adamlarım, mənim özümə dost bildiklərimi Xanlar Vəliyevin iftar süfrəsində iftarda gördüm. Və mən onda həbsdən baxırdım o şeylərə. Nəsə, dedim, axı, adama kömək eləyərlər, bir adama kömək eləyərlər, uçurumdan düşməmiş, təhlükə öncəsi, siz mənə 5 il əvvəl desəydiniz, 10 il əvvəl desəydiniz, siz dedim, məni 20 ildir mələdirsiniz. Elmar Vəliyev məhkəməyə verir, başımı qaldıra bilmirəm, 75 min cərimələdir, oradan nə bilim, apelyasiyonu 25 min indirir, ali məhkəməyə gedirəm 5 min indirir, sonra mən onu ödəmirəm təbii ki. Öldürüb canımı çıxardıb siz qardaşlarım. Şahmar Vəliyev mənə dedi ki, Xanlar Vəliyevin balaca qardaşı, tikinti maqnatıdır. Nərimanov parkında görüşdük. Dedi, nə qədər pul lazımdır sənə? Dedim, kişi, mənə pul zad lazım deyil, sözünü de. Dedi, sən kimə güvənirsən? Sənin o dediyin mətbuat şurası, mətbuat var, hamısının parasını biz veririk. Düz deyil da. Və mənim başıma onlar bir oyun açdı ki, dedim, indi siz 20 ildir məni burada mələdib, siz gözümü ağ salıbsınız. İndi gəlibsiniz ki, bizə kömək elə. Dedim, Xanlar müəllimə deyin ki, uçurumun kənarında olsa belə mən ona kömək eləyə bilərdim. Əlindən tutardım ki, orada uçurumdur. Xanlar dedim, özünü Xanlar Vəliyev uçurumdan atıb, gedib, xeyli də eynib. Aşağıda da dedim, dəniz zad da yoxdur. Çay zad da yoxdur ki, kinolardakı kimi. Suya düşə canını qutara. Aşağıda sıldırım qayalardı dedim. Onun qutarma şansı yoxdur. Həmin axşam gəldim. Həmin axşam canlı yayına çıxdım. Həmin axşam dedim ki, qandal vurulmalıdır. 7 generala Xanlar Vəliyevədir. Mənə çox özəl şeylər deyirəm sizə. Olsun, nə ayrıqdır. Həbsimdən 2 gün əvvəl redaksiya bir adam gəldi. Çıxdı, bir də baxdım elə qapıdadır. Nə tərsə çıxıb, aşağıdan kiməsə deyib eləyib nəsə. Mən çünki aşağıda tapşırmışdım ki, gələn adamı məndən icazəsiz buraxmayın mənim yanım. Girdi içəri, gördüm cavan bir Salih oğlandı. Dedi ki, mən Xanlar Vəliyevin sürücüsüyəm. Təəccüb elədim, dedim, buyur. Mənə bir çanta kimi bir şey verdi. Dedi ki, Xanlar müəllim göndərdi. Qaqa, bu nədir? Bu nədir? Getdi. Adam çıxdı, getdi. Açdım, baxdım ki,
2 dənə zoval arağı, Qurban bəy. Belə o yekə bax, belə şeylər olur, korobkada, xüsusi korobkada. İndi mən bugünə kimi anlamıram ki, o 2 zoval arağını mənə niyə? Düzdür, o içilmədi, eləmədi. Elə durur evdə. Evdə də durur. Özdə demişəm, onu saxlayın. Onun bir hikməti var. Onu analizə zada verəcəm. Yəni, biri də o. Bilirsiniz, mən çox fikirləşdim. Mən niyə tutuldum, məni kim tutdu, mən kiməsə bir söz deməmişəm, kimisə təhqir eləməmişəm. Ola bilər üslubum sərt olsun, ola bilər tənqidi sərt eləyim, ola bilər ironiyam ağır olsun, sarkazmı anlamasınlar. Ola bilir də, sən sarkazmdan bir söz deyirsən, adam ciddi götürübsə, bu bilmir ki, sən bunu sarkazmdan deyirsən. Bizim Azərbaycanda bəzi adamlar var ki, 60%, 70% heç sarkazm sözünün nə olduğunu bilmir. Yəni, kinayə, ağır kinayəli bir sözdür da, sarkazm deyirsən. Yəni, bizim məmurlar çox təəssüf ki, bəziləri sarkazm və ironiyanı da bilmir. Ona görə də bu həbsi niyə elədilər, nə üçün elədilər, olmayan bir şey. 15 ciltlik cinayət işim var. Onu demişəm, zaman o məsələləri açıqlayacağım, bir cəmiyyətə elan edəcəm. Bir cümlə içində yox, pul haqqı hesabı yox, heç kimdən pul alma söhbəti yox, heç kim. Yəni, bunu prezidentin otağına, prezidentə gedən bütün yolları sanki mənim həbs olunmağımda maraqlı olan məmurlar tutmuşdu. Və o məmurlardan əlavə, Qurban bəy, biləsiniz, müstəqil media kimi tanınan mediaların patronları bu işin içində. O məsələlər gələcək. Zeynullah Fəthullayevi demirəm, Şahini demirəm, Elburu Sərudu demirəm, sağ olsun. Onlar hamısı hökumətlə zaten işli dışlıdır. Yəni, biri 800 min reklam alır bir ildə, biri 2 milyon reklam alır, biri 3 milyon reklam alır. Onlar indi artıq media patronu deyirlər. Onlar oliqarxdırlar. Medianı qətl eləyən oliqarxdır. Məni həb aparıblar Binəqədi rayon məhkəməsinə, sanksiya verəcəklər. Saat 7-dən oradayıq. 8, 9, 10, 11, 12 xəbər yoxdur. 5 saatdır Binəqədi rayon məhkəməsindəyik, xəbər yoxdur. Vəkilim gəldi ki, Agil Laiç. Dedə və səni həbs edə bilmirlər, həbs qəti imkan tədbiri verə bilmirlər. Avropada olan məşhur jurnalistlərə, ictimai xadimlərə sənin dedi əleyhinə status yazdırmaq istəyirlər ki, onu ən ali rəhbərliyə təqdim eləsinlər. Qurban bəy, Agilin deməyindən yarım saat sonra status yazıldı. Gecə saat 1-in yarısında Avropada oturan tanınmış bir jurnalist status yazdı ki, əvvəl Zeynallıda prezidentin ailəsindən bağlı sənədlər var. Azərbaycan, bir dəqiqə. Avropada Azərbaycanlı yoxsa kim? Təbii ki, Azərbaycan cəmiyyəti onu yaxşı tanır. Kimdir? Yəni, nəsə, onu bilən bilir, Agil də bilir, hamı da bilir. Zaten o screenshotlar mənim əlimdə. Yəni, adam deyir ki, sən mənim dostum deyil. Əvəz və bir dəqiqə, qardaş. Biz belə danışırıq deyə bu cəmiyyət bədbaxt düşüb. Deyirsən, hamı bilir, əvvəla mən bilməm, mən ilk dəfə bunu iştirəm. Bu adamları demək lazımdır. Qadar hanım, xalq tanısın. Mən onu ittiham eləmək istəmirəm. O ittiham kimi çıxır. Amma məndə bu var. Və gecə saat 1-in yarısında bu status çıxır. 2 keçir, 3 keçir, 4 keçir. Gecə saat 5-də 4 aylıq həbs qəti imkan tədbiri seçilir. Bir dəqiqə, Ərəstun bəy zəng eləyib efirə. Əvəz bəy, olar mı? Ərəstun bəy də çox məlumatlıdır bu işlərdən bəri. Onda Ərəstun bəy deyər də, mən bilmirəm sən. Bu adamlar ifşa eləmək lazım. Xalq bilməli kimdir. Alo. Salam, Qurban bəy, Əvəz bəy. Buyurun. Salam Ərəstun bəy. Sizi efirlərdə görmək mənim üçün böyük xoşbəxtlikdir. Çox sağ olun. Və sizi sağ-salamat qayıtmağını da arzulamaq bugün mənim inanın ən böyük arzumdur. Çünki mən sizə borçlu qalmışam. Mən sizə söz vermişdim ki, Bakıya gələndə ilk sizin efirə gələcəm, amma Allah lənət eləsin namərdlərə. Mən Bakıya gələndə siz artıq həbsdəydim.
Əbəz bəy, birinci gəlin bütün kartları açaq. Mən sizə təşəkkür edirəm ki, Şəfaət İmranovun o sözünü mən demirəm, Şəfaət İmranov səmimidir, amma o sözü demək böyük risk tələb edir ki, Rusiya və Nəcməddin Sadıqov. Qurban bəy, yadınızdadır, Ərəstun Orucunu nə qədər topa tutanlar oldu ki, mən yalan yazmışam, nə Rusiya, nə danışırsan. Mən bunu neçən dildə yazdım ki, ilk dəfə yazanda ki, bu Rusiyanın törətdiyi cinayətdir, xüsusi xidmət orqanları. Belə də yazmışdım. Mən sizə təşəkkür edirəm, Əbəz bəy. Mənim özgüvənimi özümə qaytardınız ki, mən yanılmamışam. O zaman mənim məlumatım yox idi, amma mənim fəhmim mənə deyirdi, dəsti xətti tanımağım deyirdi ki, bu Rusiyanın törətdiyi cinayətdir və bunun arkasında hansı niyyətlər, məqsədlər dayanır. Ərəstun bəy, Rusiyanın törətdiyi cinayət olsa da, onun icraçısı Şəfaətin özü və həmin xanlar və başqaları da nə dəxli var ki? Orada gələcəm, orada gəlirəm. Qurban bəy, Xanlar Vəliyev Çexiya Respublikasında Rusiyanın xarici, üzr istəyirəm, hərbi kəşfiyyat idarəsi olan GRU-nun 2 əməkdaşı tərəfindən rəsmən əməkdaşlığa cəlb olunub və ondan iltizam alınıbdır. Xanlar Vəliyevin özü Rusiya Baş Kəşfiyyat İdarəsinin agentidir. Bax, bugün Rusiya agenti ovu başlayıb Azərbaycanda. Buyurun, mən ünvanı göstərirəm. Bir ünvanı da Şəfaət İmranov göstərib. Mən kiməm ki, Şəfaət İmranov hərbi prokurorun birinci müavinidir. Deyir ki, Rusiya və Nəcməddin Sadıqov. İndi buyursunlar. Başqaları da öz yerində. Xanlar Vəliyevin özünü də mən əlavə elədim. Buyursunlar, araşdırsınlar. Onlar Rus cəsarətinin sahibi deyirlər ki, sorğulayanda dözsünlər, işgəncə versələr, nə bilim, bircə şillə vursalar, nəsə al. Alo. Vay, niyə? Mənim telefonum. Mən üzr istəyirəm, mən hiç görməmişəm, deyəsən mənim telefonumun enerjisi tükənibmiş. Bir dəqiqə mən kompüterdən zəng eləyim Ərəstun bəyə, çox təəssüf. Çox təəssüf. Üzr istəyirəm, Ərəstun bəy, mən üzr istəyirəm, deyəsən mənim telefonumun enerjisi qutarıb, fikir verməmişəm. Kompüterdən zəng elədim. Buyurun, davam eləyin. Mən bilmirəm harada qaldım, ona görə efir kəsildisə. Dediniz ki, birini mən dedim, o da xanlar da xaricdə olanda keçirilib ələ, Rus kəşfiyyatının Yerinlə deyirəm, Çexiya Respublikasında. Birini də deyirəm, Zakir Həsənov, Rusiya vətəndaşıdır bugün də. Rusiya vətəndaşı Azərbaycanın müdafiə naziridir. Birini də deyirəm, Rüstəm Usupov, həmin o qatil, o cinayətkar, onun 1000 dənə cinayətdə iştirakı var. Birini də deyirəm, Əziz Seyidov. Birini də deyirəm, Zakir Qaralov. Buyurun. Rus agentovuna çıxmışsınız bugün, dövlət orqanları. Mən sizə agentlərin siyasını deyirəm. Siz məndən yaxşı bilirsiniz bunu zaten. Mən bu məlumatları sizin adamlardan almışam. Mən özümdən uydurmamışam, nə də mənim əks kəşfiyyat xidmətim yoxdur. Buyurun, tədbir görün. Bir də Əvəz bəyə bir xahişim var. Çox vaxt almaq istəmirəm. Əvəz bəyin bugün efir. Əvəz bəy, sizin həbsinizlə bağlı sizə Cənubi Azərbaycan məsələsində təklif olunubdur ki, gəlin qoşulun bu işə. Bu mənim bildiyim məlumatdır. Yanıla bilərəm. Yanılaraq da təklif edin. Bir partiya sədri tərəfindən. Həmin o xanım var idi. Məhsi Əmini, yadınızdadır, o qətlə yetiriləndə bir hərəkətlənmə başladı və Azərbaycanda o dəqiqə Azərbaycana, türkçülüyə heç bir aidiyyəti olmayan adamlar bir parlament yaratdılar. Cənubi Azərbaycan parlamenti. Türkiyədən bir-iki Sepah agentini gətirib qoşdular ora. Bunu Türk mənbələri özümə şəxsən təsdiq ediblər ki, o adamlar Sepah agentləri, biz bilirik. Və sizə də eşitdiyim qədər təklif olunub ki, bu işin
bir media dəstəyini həyata keçirəsiniz. Olub mu belə bir şey? Olub. Bir partiya sədri gəldi mənim yanıma. Dedi ki, yeni bir istiqamət başlanır. Təbriz istiqamətində. Lazım olan dəstək də veriləcək. Efir. Maliyyə dəstəyi, bəli. Maliyyə dəstəyi də veriləcək. Efir də veriliş filan. Mən də dedim, valla, əslində mən razılaşmışdım, Rəsul bəy. Siz çox maraqlı şeyləri... Sizi diksindirdi. Bir dəqiqə, Rəsul bəy, burada siz danışırsınız, Morze ilə belə başa düşülmədi, bir anlamadım. Əslində... Azərbaycanla bağlı nə təşrif olunub, detalları açın ki, xalq eşitsin, bilsin, nə maşallah. Azərbaycanla bağlı mediada bir hərəkətlənmə. Yəni, verilişlər verilsin, ondan oradakı vəziyyət haqqında müzakirələr başlasın filan. Mən də dedim, bu maddi məsələ deyəndə, əslində ən çox maddi məsələyə bizim ehtiyacımız olub da, həmişə. Çünki bizim maddi vəziyyətimiz yaxşı olmur. Amma bu maddi məsələ deyəndə mən biraz tırstım. Biraz elə bir çəkindim da. Dedim ki, bu, yaxşı dedim, mən nə var, mən hazıram. Mənim canım da Təbrizə qurbandır, özüm də Ərdəbilə qurbanam. Bizim elə hər şeyimizdə Cənubi Azərbaycanın birləşməsi. Əvəz və bir dəqiqə, biraz məsələlər açaq. Mən belə başa düşdüm ki, İran rejiminə təzyiq məqsədi ilə Cənubi Azərbaycan mövzusunun gündəmə gətirilməsi, bizim dillə desək, separatizmin İran daxilində təşviq edilməsi. Düzmü başa düşdüm? Sizə bunu mu təşviq edilmişdir? İcazə olar mən deyim, Əvəz bəy, ya təsdiq, ya təksib eləsin. Əslində burada Cənubdakı soydaşlarımızdan Kürt projesi məqsədi ilə alət kimi istifadə eləmək durumdur. Belə demə, Əvəz bəy. Siz bundan mı şübhələndiniz? Valla, mən işin birincisi maddi qaynaqlı olmağından şübhələndim. İkincisi də, Ərəstun müəllim, ikincisi də, mən bu hakimiyyətdə həmişə, bax, indi hamı Rusiyanı söyür. Görürsünüz, hamı Rusiyanı söyür. Yarışa giriblər, Putini söyürlər, ay kişi. Azərbaycan televiziyasında, ASTV-də Putinə cani deyirlər, Putler deyirlər. Bu, bunların xarcı deyil, axı. Mən kampaniya başladığındakı xuralda sülhməramlıların qalmasına, getməsinə, rədd olub, dəf olub getməsinə bu qədər gün qalır, mənə olunmadıq zəng qalmadı. Yəni, bu hakimiyyətin bir dənə yanlışı var. Bu yanlışı biz düzəltməliyik. Oradan əmr gəlir. Hamı İranı vursun, hamı tökülür İranın üstünə. Sabah bir həftədən sonra əmr gəlir. İranı vurmayın, artıq Rusiyanı vurun. Mən həm də o şeydən şübhələndim. Nə deyilibsə mənə, hökumətin adamları tərəfindən. Mən biraz onun tərsini eləmişəm. Görmüşəm ki, bu bir projedir. Sonra da baxdım ki, bu bir projedir. O proje bu günə qədər də davam edir. Mən o projenin içinə girmədim. Partiya sədri kimdir, Əvəz bəy? Ya siz, ya Rəsul bəy deyil. Xalq bilsin də belə, bu qaydada düzgün deyil. Valla düzgün deyil. Mən İqbal Ağazadə eşitmişəm. Qurban bəy, mən bayaqdan neçə ad çəkmişəm. Kimdənsə qorxmuram, çəkinmirəm. Mən İqbal Ağazadəni eşitmişəm. İqbal Ağazadənin Cənubi Azərbaycan nə də aidiyyatı var? Bu adam PKK dövləti, bunu hamı bilir. Başa düşmədim. Əvvəl bəy İqbal deyib sizə təşrif edib. Yox, mən ad çəkməyəcəm. Çünki o məsələdə əksinə İqbal bəy bizə həmişə səmimi davranıb, dəstək olub. O vaxtda o sözlərə də bəzilərinlə razılaşmıram. Amma yox, yəni o məsələdə ad çəkmək istəmir. Aydındır. Adı ehtiyac olub da başa düşdük. Qurban bəy, mən bir də müdaxilə edədiyim üçün üzr istəyirəm. İstəmirəm mani olum. Əvəz bəy, öpürəm, bağrıma basıram. Əvəz bəy, Allahdan sizə sağlamlıq diləyirəm. Siz hələ çox lazımsınız bu millətə. Əgər sizin o iti fəhminiz, o kəskin hissiyatını o anda sizə çatdırıb da ki, bunun arxasında çox pis niyyət durur və Əvəz bəy ilk baxışdan çox möhtəşəm bir işi, müqəddəs bir işi, Cənubi Azərbaycanlılar üçün bir işi görmək müqabilində puldan imtina edibsə və bu projenin özündən imtina edibsə, Əvəz bəy nə edirdi? Hansısa bir oğru cinayətkarın 20.000 manatını ki, Əvəz
Zeynallıya böhtan atdılar. Bax, mən istəyirdim, izləyicilər də bunu anlasın. Təşəkkür edirəm. Ərəstun bəy, mənim bir sualımı, zəhmətimi cavablandırır, sonra ayrılaq. Mənim içimdə müəyyən bir şübhə yarandı. Sizin dediyiniz bu məsələ, indi Əvəz bəy, haqlı olaraq, mən istəmirəm Əvəz bəy o şeylə qatışdı bu məsələlərə. Dediyiniz bu məsələ, o Cənubi Azərbaycan parlamenti ideya çıxdı ortağa, bu İqbal gətirdi 5-6 nəfərə ki, bu Cənubi Azərbaycan parlamenti yaradan eynilər, o məsələ ilə bağlıdır. O prosesin içindədir, aydındır. Təşəkkürlər. O məsələ. Mənə Türk rəsmiləri, Qurban bəy, bilirsiniz, mən Türkiyədə olmuşam da, Türk rəsmiləri kontaktım olan, mənə açıq şəkildə dedilər ki, o parlament deyilən şeyə qoşulanlar da Türkiyədə sepaha bağlı adamlar kimi qəbul olmuş. Üzr istəyirəm, Əvəz bəyin söhbətinə müdaxilə elədiyim üçün uğurlarım. Yox, mən Ərəstun müəllim, siz getmədən mən bir şey deyim. Çünki həm də sizlə bağlı. Deməli, o pul məsələsi dediniz. Xanlar Vəliyevin general adamı mənə dedi ki, o da general idi. Dedi ki, Avropanın harasında istəyirsənsə ev. Bilirik ki, uşaqların oradadır. Neçə ev istəyirsənsə, o qədər ev. Hansı marka maşınlar istəyirsənsə, o maşın və ya maşınlar. Nə qədər pul istəyirsənsə, karta qoyuruq, oradan kartı göndərirsən, oradan uşaqların çəkir pulu. Sənə deyir ki, burada bu qədər pul var, bu. Yəni, mən dedim, mən bir an öncə da, mən dedim, qardaş, yəni, özdə mən elə şeylərdən biraz qorxan adamam, elə, qorxanda da başıma gəlir. Dedim, qardaş, bu məsələlər bir daş altda, bir daş üstdə, siz uçurumdan gedirsiniz, Allah sizi hifz eləsin. Deməli, o pul məsələsində, siz onu bir dəfə yazmışdınız, Ərəstun müəllim. Siz bir dəfə yazmışdınız o haqda ki, Əvəz Zeynallıya bilirsinizmi nələr təklif olunub Xanlar Vəliyev tərəfindən. İkincisi də o Şəfaət İmranov məsələsində. O deyirsiniz, bilmirəm, səmimi olub, yoxsa səmimi olmayıb. Şəfaət İmranov mən o qədər səmimi adam təsiri bağışladı ki, və o qədər bizim söhbət, mən özüm də səmimi söhbət eləyənəm, ona görə də mənlə biraz elə, özdə mən sərt demişdim. Mən ora Xanlar Vəliyevin çağırışınla getmişdim. 2-3 dənə arada general var idi. Və nə bilim, Kəndəzada qədər getmişdilər. Biz beləyik, qohumuq, filanıq, gəl, belə, elə sən bizim dostumuzsan. Hərbi prokurorluqda da Xanlar Vəliyevin ən azı bir 10 adam işləyir. Kürəkən, nə bilim, Qudasının dostu, Qudasının oğlu, Qudasının o birisi, nə bilim, o bütün hərbi prokuratura, o sistem onların 10 adamıdır. İndi bilmirəm, onlar qalıb mı? Yəni, Şəfaət İmranovun çox səmimi olduğu və çox səmimi şəkildə, hətta az qaldı mənə qandal göstərək ki, bax, bu qandalı vuralım, dedim, ehtiyac yoxdur da bu söhbətlərə. Mən onu bilmək istəyirəm ki, Tərtər qətliamının arxasında hansı dövlət var, Azərbaycanda kim var, konkret. Və o da mərd-mərdanə, çox səmimi şey. Telefonunu mənə verdi, dedi, canlı yayınların hamısına çıxaram, danışaram. O vaxtı mən səhv elədim. Mən gərək Şəfaət İmranovu bir-iki canlı yayın. Hər şeyin vaxtı var, Əvəz bəy. İnşallah yaxın bir neçə gün ərzində onu işdən çıxararlar. Ondan sonra imkan olar, çıxar efirlərə danışar. Niyə də danışmasın? Danışın günahlar deyir. Yəni səmimi idi. Olsun, göstərsin səmimi. Deyirəm, zamanlardan işdən azad edəcəklər. Sağ ol. Təşəkkürlər. Sağ ol. Ərəstun bəy, təşəkkürlər. Mən Nazaf Edim ailəsi adından Ərəstun bəy təşəkkür edirəm. Bu günə qədər bizim evdə deyilməyən, demədiyim məsələdir deyir. Ərəstun bəydə məlumat çoxdur, amma xəstliklə buraxırdı efirə belə. Amma məlumatları da çox dəqiqdir. Mən belə heyrət elədim. Çox maraqlıdır. İnformasiyalar çox konfidensial informasiyalardır. Belə görünür ki, informasiya mənbələri sağlamdır. Çox maraqlıdır. Oturub Amerikada, Azərbaycanın daxilində kim-kimdən görüşür ki, bu vəziyyətdə cəmaat bilsin ki, dünya çox balacadır. Azərbaycanda lu payının altında izlənilir. Yolu bilərsiniz dostlar. Əvəz bəy sənət olunandan sonra açığı mən özümlə də indi çox belə araşdırdım ki, kim niyə tutdu, sifariş hardan gəldi.
və sənin apardığın, toxunduğun bir çox mövzuları mən zaman zaman efirə verib o işarəsini vermişəm ki, məsələn, sənin apardığın bir çox verilişlər birbaşa İsrailin və Siyonistlərin əleyhinə olub. Vaxtı ilə hətta birinci sənin həbsində də, bəlkə də sən heç özün onu bilmirsən ya qəbul etmirsən, rəsmi sənə verilən ittihamlar hamısı da belə əsas niyyəti gizlətmək üçün idi. Əvəzyennalı kimi bir adamın məşhur yana bir dostluğu, istəyirəm xalqımını bu bilsin, Əvəzyennalı kimi adam deyəndə söhbət Əvəzyennalın özünün bir adam kimi qeyri-adiliyinə söhbət getmir. Nə belə dünya çempionudur, nə fiziki baxımdan 2 metr boyu var. Yox. Sadəcə olaraq bir Əvəzyennalı kimi bir jurnalistin informasiyalı, savadlı, gecə-gündüz çalışan var və ən vacibi də ictimaiyyəyə təsir etmək imkanı olan və təsir edən bir adamın həbsi belə adi sıradan bir həbs deyil. O ən yuxarı səviyyədə sanksiyalaşdırılır və adətən dövlət başçıları istənilən ölkədə belə adamların həbsində maraqlı deyirlər. İstəyirəm bunu bilsin. Şəxsən nə İlham Əliyevə, nə onun xanımı Mehriban Əliyevə, Əvəzyennalı kimi bir həbsi lazım deyil. Xeyirli deyil. Onların nüfuzuna nə qədər ziyan dəyir hakimiyyətin. İstər Azərbaycanda olsun, Amerikada olsun, fərqi yoxdur. Görün, hansı səviyyədə Əvəz bəy təzyiq və tapşırıq var idi ki, hətta Əvəzyennalını belə bu formada həyasızcasına şərliyib həbs elədilər. Səncə daha kimlərin rolu var sənin həbsində? Maraqlı, tərəfli kimlər olub? Qurban bəy, bu məsələlər haqqında mən yenə deyim, kimisə zan altında qoymaq istəmirəm. Çünki bu dəqiq bilmədiyimiz, dəqiq əmin olmadığım şeylər var. Yəni, mən necə deyim Fuad Ələsgərov? Mən necə deyim Ağbaş, Qarabaş, Sarıbaş, mən məhkəmədə bunu deyirdim, Dazbaş, mən necə deyim bunu? Deyə bilmirəm, çünki əlimdə o fakt yoxdur da. Mənə deyiblər ki, Şəmsini çıxartdı, indi hazırlaşsın. Üst-üstə gəlib getmişəm. Mübariz Mənsimovla müsahibə məsələ çox kritik müsahibədir. Mən həbsdə bilmişəm ki, mən nə eləmişəm. Mən əslində normal bir iş görmüşəm, Qurban bəy. Bir başarılı jurnalistin, bir jurnalistin həyatında olan ən böyük uğurlardan birinə imza atmışam. Getmişəm Mübariz Mənsimov kimi bir iş adamından görüşmüşəm. Müsahibə almışam, bu müsahibədə partlayıb. Amma mən bilməmişəm ki, çox sonralar bilmişəm. Həbsxanada oturub qara-qara düşünərkən, o verilişlərə həbsxanada bir də təkrar baxarkən fikirləşmişəm ki, əslində mən Mübariz Mənsimovun müsahibəsindən Azərbaycanda çox böyük, nəhəng və qlobal bir qruplaşmanın elə bir pətəyinə elə bir çomaq soxmuş. Və bütün qruplaşma hərəkətə gəlir. Həmin bayaq dediyim holding, həmin dediyim qəzetlər, həmin dediyim saytlar, həmin dediyim jurnalistlərin hamısı o qruplaşmanın içində. Və məsələn, mən Mübariz müsahibədən sonra aləm dəydi bir-birinə, başladılar Mübarizi söyməyə, sonra başladılar Mübarizi buraxdılar məni söyməyə. Onda Mübariz bəy mənə dedi ki, Xəbər Qlobalı məhkəməyə vermək lazımdır. Çünki Xəbər Qlobal bizim informasiyalardan çox istifadə edir. Mənim informasiyamı götürüb müsahibəni limə doğruyub Mübariz Mənsimovun əleyhinə istifadə edir. Türkiyədəki Xəbər Qlobal bu? Təbii ki. Və təbii ki, iş elə gəldi ki, mən Xəbər Qlobalı məhkəməyə verdim. Daha doğrusu, orada şeylər, nədadır? Etibarnamələr hazırlandı, türkçə tərcümə olundu, onu oradan göndərdim bura. Mübariz bəy mənə dedi ki, mənim vəkillərim məsələni təqib edəcək. Məsələn, ondan hələ mən bir məlumat ala bilmirəm. Hələ bir xəbər yoxdur. Biz məhkəməyə verdikmi, verilmədikmi, nə oldu? Amma mən həbsimdə, hansı ki, hörmətli dostum Eynullah Fəthullayev, mən həbs olunmamışdan 2 ya 3 dəqiqəlik bir video yaymışdılar mənim əleyhimə. Orada buna işarə var idi ki, bu burada oturub
Azərbaycanın media orqanlarını Türkiyədə məhkəmə vermə iddiası daşıyır. Məsələ o bir böyük bir partlayış oldu. Mən bildim ki, o məsələ ən yuxarılara qədər çıxdı ki, məruzələr olundu ki, Əvəz Zeynallı bizim siyasəti pozub, bizim blok qoyduğumuz, qadağa qoyduğumuz bir adamla müsahibə götürüb filan filan. O da Mübarizin də müsahibəsi cəsarətli müsahibə idi. Yəni Mübariz çox şeyləri demişdi. Məsələ biri o. Biri həmin dediyimiz Yahudi məsələsi. Bir dəfə mən Yahudilər haqqında bəzi söhbətlər eləmişdim. Əslində mən İran haqqında da danışmışdım. Mən əslində kim haqqında danışmamışam. Mən çox əsəbi formada tələb eləmişdim ki, İsraildə səfirlik açsın Azərbaycan dövləti. Bu nə deməli şeydir ki, İran icazə vermir? Kimdir İran? Kimdir İran? Get dövlətsən, İsraildə səfirliyin aç. Ha, İsrailin səfiri də çıxıb Təbriz nağıllarını reklam eləmişdi. Mən də ona demişdim ki, qardaş, nə istəyirsiniz bizdən? Niyə bizi qoymursunuz ki, İranla normal öz siyasətimizi aparaq? O çıxış çox ciddi çıxış idi. O İsrail səfiri ilə bağlı. Niyə bizi bir-birimizə qırdırırsınız? Amma mənə sonra dedilər ki, o Allah rəhmət eləsin, Yahudi olsa da İsraildə bir Azərbaycan dilini bilən bir adam var idi. O 47 yaşında. Mən həbs olunandan 10 gün sonra rəhmətə getdi. Mənə dedilər onun böyük rolu olub, İsrailin, Yahudilərin böyük rolu olub. Valla mən ona da ehtimal vermirəm. Mən İsrailin işi gücümü yoxdur. İsrail dünyanı idarə eləyir. Tutsun burada Əvəz Zeynalını həbs elətdirsin. Amma bütün bunların hamısının hardasa bir, bəlkə də bir həqiqət payı var. Azərbaycan məmurları. Mən konkret kiminsə haqqında belə ölüm-dirim müharibəsinə heç bir zaman girməmişəm, Qurban bəy. Mən söz demişəm, tənqid eləmişəm, həmişə deyirəm. Bəlkə də kiminsə bostanına bir daş atmışam. Bostana daş atmaq jurnalistin peşəsidir da. Mən baxıram, Qurban bəyin 2 saatlıq bir verilişində bir 200 adamın bostanına daş atır. Bostana mən daş atmışamsa, sən də mənim bostanıma bir kubik at da. Yəni bir kubik, bir 20 kiloluq, 40 kiloluq kubik at. Amma sən məni F-16 ilə vurursan axı. Sən mən onu məhkəmədə dedim, yazıq prokuror da güldü. Dedim, ola bilər kiməsə. Bilmirəm mən kimin bostanına daş atmışam. Amma mən... Bir dəqiqə, Fərman Dəmirqolla bağlı müsahibən də... O müsahibə çox ciddi. Orada o qədər şok edici məlumatlar var. Bəli. Adam deyir ki, Heydər Əliyevi otağa saldılar, həbs elədilər. Rövşən Cavadovu öldürdülər. Sonra da Heydər Əliyevin qapısını açdılar. Qardaş, bunu mən demirəm. Ola bilər təhlükəli ifadələrdir. Bunu Fərman Dəmirqol deyir və Fərman Dəmirqol deyir ki, mən İlham Əliyevlə Mehriban Əliyevaya, xanım Mehriban Əliyevaya bu sirləri deyərəm. Bu da mənim bir jurnalist, deyək ki, uğurum sayıla bilər. 20 ildən sonra, 25 ildən sonra mən Fərman Dəmirqolu danışdım. Müxalifət də mənə düşmən oldu, iqtidar da düşmən oldu. Mən buna nə eləyə bilərəm? Fərman Dəmirqol o gördüyü, mən hələ hesab eləyirəm ki, Fərman Dəmirqolun danışmadığı çox şeylər. Bu adam açıq deyir ki, Qurban bəy, Azərbaycan tarixinin ən ziddiyyətli bir məsələsində adam deyir ki, Rövşən Cavadovu vurma əmrini verən Heydər Əliyev deyil. Bunu Fərman Dəmirqol deyir. O müsahibənin də böyük təsiri oldu. Həm də öldürülmə səbəbi kimi deyir ki, PKK ilə bağlı dedi ki, biri verək, yoxsa ölü verək. Biri verək, yoxsa ölü verək. O məşhur sözdür. Belə çıxdı ki, Rövşənin ölümündə PKK-nın barmağı var. PKK-nın təmsil kimdir Azərbaycanda? Bütün bunlar hamısı araşdırılmalıdır.